Venn diaqramında soruşur Məhəmməd Əmin Rəsulzadə və Topçubaşovun oxşar fərqli cəhətlərini. Diqqət edəcəyimiz məqam 20-ci əsrin ikinci 10 illiyi. AXC-yə müəyyən müddət qanunverici orqanı rəhbərlik eləməsi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın rəhbəridir, Topçubaşov isə parlamentin sədridir. Hər ikisi qanunverici qurumdur, o zaman ortaqdır. Çar Rusiyasının Dövlət Dumasının deputatı seçilməsi Əlimərdan bəy Topçubaşova aiddir, ancaq ikinci 10 illiyə aid olmadığına görə götürmürük, beyni çıxdıq. Beynəlxalq konferansda AXC nümayəndə heyətinin rəhbərlik etməsi hər iki şəxsə uyğundur. Məhəmməd Əmin Rəsulzadə Batum Sülh Konferansında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, Topçubaşov isə Paris Sülh Konferansında nümayəndə heyətinin rəhbəri olub. AXC parlamentinin son iclasında hakimiyyətin bolşeviklərə verilməsinə qarşı çıxış etmiş şəxs Məhəmməd Əmin Rəsulzadədir. Bu barədə onun məşhur çıxışı var. Azərbaycan nümayəndələrinin tələbələrini əks etdirən memorandumu Woodrow Wilsona təqdim edən şəxs isə Paris Sülh Konfransı zamanı Əlimərdan bəy Topçubaşov olmuşdur. Beləliklə 1D, 2Y, 3AC doğru variantdır.